Rusiyada 2026-cı ildən etibarən xarici vətəndaşlara müvəqqəti yaşama icazəsinin, yəni RVP-nin verilməsi üçün ayrılan kvota əhəmiyyətli dərəcədə azaldılacaq. Rusiya hökumətinin qərarına əsasən növbəti il üçün cəmi 3802 icazə ayrılıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu rəqəm 5500, ondan əvvəlki ildə isə 10.000-ə yaxın idi. Son illərdə kvotaların tədricən azaldılması müşahidə olunur. Belə ki, 2016-cı ildə bu göstərici 125.000-dən çox idi və o vaxtdan bəri davamlı şəkildə aşağı düşür. Qeyd edək ki, müvəqqəti yaşama icazəsi, yəni RVP, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiyada qanuni əsaslarla yaşamaq və işləmək imkanı verən rəsmi statusdur. Bu icazə 3 il müddətinə verilir və sahibinə bir sıra üstünlüklər təmin edir. Patent almadan işləmək, sosial təminatlardan və tibbi xidmətlərdən yararlanmaq, eləcə də gələcəkdə yaşayış icazəsi, vid na jительство və vətəndaşlıq almaq imkanı yaradır. Lakin bu icazənin müddəti bitdikdən sonra uzatmaq mümkün deyil. 3 il başa çatdıqdan sonra şəxs ya daimi yaşayış icazəsi almalı, ya da ölkəni tərk etməlidir. Daha sonra həmin şəxs yenidən müraciət edib RVP ala bilər. Eyni zamanda bəzi kateqoriyalara aid şəxslər kvotadan kənar qaydada da RVP əldə edə bilər. Bunlara Rusiya vətəndaşlarının həyat yoldaşları, övladları və valideynləri, xarici investorlar və onların ailə üzvləri, eləcə də Rusiya Silahlı Qüvvələrində xidmət edən şəxslər daxildir. RVP-nin verilməsindən imtina halları da mövcuddur. Bu, daimi qeydiyyatın və ya daşınmaz əmlakın olmaması, yaxud saxta nigah bağlanması kimi hallarda tətbiq oluna bilər. Beləliklə, kvotanın azaldılması RVP alma prosesini daha seçici və nəzarətli hala gətirir. Lakin eyni zamanda müəyyən kateqoriyadan olan əcnəbilərə Rusiyada qanuni şəkildə yaşamaq və işləmək imkanı saxlanılır. Kvotaların azalmasının Rusiyada yaşayan azərbaycanlılara təsirinə gəlincə, qeyd edək ki, müvəqqəti yaşama icazəsi, yəni RVP üçün kvotaların azaldılması şübhəsiz ki, Rusiyada yaşayan azərbaycanlılara da təsir göstərəcək. Ekspertlərin fikrincə, hökumətin kvotaları demək olar ki, 2 dəfə azaltması RVP vasitəsilə qanuni status almağı planlaşdıran şəxslər üçün əlavə çətinliklər yaradacaq. Bir çox Azərbaycan vətəndaşları üçün bu icazə daimi yaşayış və vətəndaşlıq əldə etmək yolunda ilk və ən vacib addım hesab olunur. RVP azərbaycanlılara Rusiyada yaşamaq, patent olmadan işləmək, biznes qurmaq, tibbi və sosial xidmətlərdən yararlanmaq imkanı verir. Lakin indi bu icazəni əldə etmək uğrunda rəqabət artacaq, sənədləşmə prosesi isə daha uzun çəkə bilər. Bununla belə miqrasiya hüququ üzrə mütəxəssislər bildirirlər ki, qanuni qalma imkanları hələ də mövcuddur. Azərbaycan vətəndaşları əvvəlki kimi Rusiyada vizasız rejimlə qala, iş patentləri ala və ya kvotadan kənar əsaslarla RVP üçün müraciət edə bilərlər. Belə əsaslarla Rusiya vətəndaşı ilə nigah, yaxın qohumluq əlaqəsi, investisiya fəaliyyəti və ya dövlət proqramlarında iştirak daxildir. Ekspertlər hesab edirlər ki, bu qərar artıq Rusiyada qanuni yaşayan azərbaycanlılara ciddi təsir göstərməyəcək. Lakin yeni gələnlər üçün sənədlərin rəsmiləşdirilməsi prosesi daha diqqətli planlaşdırma və vaxtında müraciət tələb edəcək. Nəticə etibarilə kvotanın azaldılması Rusiyanın azərbaycanlılar üçün bağlanması demək deyil. Lakin RVP almaq prosesi daha çətin və seçici olacaq. Bu şəraitdə əsas məsələ icazələrin sayında deyil, sənədlərin düzgün hazırlanması və hüquqi savadlıq səviyyəsindədir. Yalnız bu halda Rusiyada qanuni şəkildə yaşamaq və işləmək mümkün olacaq.